Cavi telefonuna 6 simvollu şifrə qoymalıdır. Bu şifrənin ilk 2 simvolu İngilis əlifbasının kiçik hərfləri, son 2 simvolu 0-dan 9-a qədər olan rəqəmlər, ortadakı 2 simvolu isə 26 simvollu İngilis əlifbasının həm kiçik, həm də böyük hərfləri ola bilər. Deyilənləri nəzər alaraq neçə belə 6 simvollu şifrə düzəltmək olar? Aha, deməli 6 simvollu şifrə qoymalıdır deyirsə, şərt olaraq belə yazaq. A, B, C, D, Y və F. Deməli, burada bizə nədir? Məhsullardır. Deyib ki, bunların yerinə biz simvollar qoymalıyıq. İndi deyil, ilk 2 simvolu İngilis əlifbasının kiçik hərfləri olmalıdır. İngilis əlifbasında mən bilirəm ki, 26 simvolu var. Ona görə deməli, nə etməliyəm? A-nın yerinə 26 simvol yazıram, B-nin də yerinə 26 simvol yazıram. Növbəti addımda deyir, son 2 simvol isə 0-dan 9-a qədər olan rəqəmlərdir. 0-dan 9-a qədər olan rəqəmlər mən bilirəm ki, 10 dənədir də 0-dan 9-a qədər onluq sayısı rəqəmlərdir. Onda deməli, Y-nin də yerinə 10 dənə simvol var, F-in də yerində 10 dənə simvol var. Ortadakı 2 simvolu isə 26 simvolu əlifbanın, İngilis əlifbasının həm kiçik, həm də böyük hərflərdirsə, mənim 26 simvol varsa İngilis əlifbasında həm kiçik, həm böyük nəzərə alsaq, deməli, hərəsindən 2 dənə hal yaranır, yəni 52 dənə hal olur. Ona görə nə edirəm? C-nin də yerinə 52 yazıram, D-nin də yerinə 52 yazıram. Daha sonra buna nə etməliyəm? Hasilini tapmalıyam, amma ehtiyac yox, çünki cavablarda zaten açıq haldadır. Baxıram, 26, 26. Vurulsun 52, 52 və vurulsun 100. Baxın, burada ki, 2 dənə onu hasilini tapıb 100 yazıbdır. Cavablara baxıram, buna uyğun cavabım hansıdır? C variantıdır. 26, 26, 52, 52 və 100-ün hasili.